ətrafında dönə bilən ağırlığı önəmsiz, yəni ağırlığı nəzərə alınmayan bərabər bölməli çubuq F qüvvəsi ilə tarazlaşmışdır. F qüvvəsi neçə newtondur? Baxaq, aşağıya doğru bir 30 newton var. Dayaq ətrafında bax bu istiqamətdə döndərməyə çalışır. F qüvvəsi sadə əqrəbinin əks istiqamətdə. Bunda momentləri bərabərləşdirək. Sadə əqrəbi istiqamətdə təsir edən momentlər sadə əqrəbin əks istiqamətdə təsir edənə bərabər olmalıdır. Bunda yazaq. F vurulsun. Dayaqda nə qədər məsafədədir? 1, 2, 3, 4, 5 tamam məsafədədir. 30 vurulsun. 1, 2 tamam məsafədədir. Buradan F tapırıq. 60 bölünsün 5. Bu da bizə neçəni verir? 12-ni verir, cavab olur B variantı. Ağırlığı önəmsiz eşit bölməli çubuq şəkildəki kimi tarazlıqdadır. Deməli, X cismin ağırlığı. Aşağı istiqamətdə bir PX yazaq. Bunun isə aşağıya doğru 40 newton ağırlığı var. Dayağı da gətirdik qoyduq, bax buradan. Dayaq ətrafında, bax, bu X kütləli cisim sadə əqrəbin əksinə, digəri isə sadə əqrəb istiqamətdə fırlatmağa çalışır. Onda momentləri yazsaq, PX vurulsun 1, 2 bərabər olur. 40 vurulsun, dayaqdan 1, 2, 3 məsafədədir. Vurulsun 3. Olacaq PX nəyə bərabərdir? 120 bölünsün 2-dən. Olacaq 60. Cavab D variantı. Eşit bölməli ağırlığı önəmsiz çubuq şəkildəki kimi tarazlıqdadır. K cisminin ağırlığı aşağıya doğru 50. Nə etməyə çalışır? Sadə əqrəbin əks istiqamətdə döndərməyə çalışır. PK isə sadə əqrəb istiqamətdə döndərməyə çalışır. Onda yazaq 50 vurulsun. 1, 2, 3, 4 tamam məsafədədir. Bərabər olur. PK vurulsun 2-yə. Onda PK nəyə bərabər olur? 50 vur 2-dən 100. Deməli, K cisminin ağırlığı 100 newton olacaq. O nöqtəsi ətrafında dönə bilən eşit bölməli ağırlığı önəmsiz çubuq şəkilləri kimi tarazlıqdadır. T gəlmə qüvvəsinin bizdən soruşur. Bax, ağırlığı 30-dur. Bu cismin aşağıya doğru bir 20 newton ağırlığı var. Yuxarıya doğru da bir T. Deməli, 20 newton ağırlıqlı cisim nə etməyə çalışır? Bax, dayaq ətrafında bu istiqamətdə fırlatmağa çalışır da çubuğu. 30 newton da həmçinin sadə əqrəb istiqamətdə döndərməyə çalışır. Amma T isə sadə əqrəbinin əksi istiqamətdə döndərməyə çalışır. Bərabərləşdirək. T vurulsun. 1, 2, 3, 4, 5 bərabərdir. 20 vurulsun 2, üstə gələk 30 vurulsun 4-ə. Yazaq 5T bərabərdir. Bura eləyir 40, bura eləyir 120. Deməli, cəmi nə verir? 160. Onda T-ni tapanda 160-ı bölürük 5 olur. 32 variantı. Eşit bölməli ağırlığı önəmsiz çubuq şəkilləri kimi tarazlıqdadır. İptək gəlmə qüvvəsi. Bunun üçün gəlin bu X məhsuludur da bunu tapaq. Deməli, aşağıya doğru 5P var. Bunun ağırlığı P'dir. Buna da bir PX yazaq. PX ilə P dayağı da bura qoysaq, nə etməyə çalışır? Sadə əqrəbin əksi istiqamətdə döndərməyə çalışır çubuğu. 3P ağırlıqlı isə sadə əqrəb istiqamətdə. İndi bunları bərabərləşdirək. PK vurulsun 1, 2, 3. Üstə gələk. P vurulsun 1, yəni P bərabərdir. 3P vurulsun 2-yə. Yazaq 3PK bərabərdir. Deməli, bura eləyir 6P. Bu P'də keçici onların yanına olacaq 5P. 6. Nəysə yazdım. P üstə gələk. Deməli, 6P. Yəni, 5P vur 2-ni 3 kimi görmüşəm ona görə. Aha, bura eləyir 10P. Bu P'ni də keçirdirik bərabərin digər tərəfinə mənfi ilə olur 9P. 3PX 9P'yə bərabərdir. Onda PX'imiz nəyə bərabərdir? Bizim PX'imiz bərabər olur nəyə? 3P'yə. Bax, mən bu məhsul X kütləli cismin kütləsini tapdım. Daha doğrusu çəkisini tapdım. Nə qədərdir? 3P'dir, düzdürmü? İndi gəlin T gərilməni tapaq. T gərilməni də tapanda nə edirik? Aşağıya təsir edən qüvvələr yuxarıya təsir edənlərə bərabərdir. Aşağıya 3P var, P var, 5P var. Onda yuxarı T'yə nə qədər düşəcək? 9P düşəcək. O nöqtəsi ətrafında dönə bilən bərabər bölməli ağırlığı önəmsiz çubuq şəkilləri kimi dəngədədir. F4 qüvvəsinin böyüklüyü. Gəlin baxaq. Dayaq buradadır. F1 qüvvəsi sadə əqrəb istiqamətində. F2 qüvvəsi sadə əqrəbin əksi. F4 sadə əqrəbi. F3 isə sadə əqrəbin əks istiqamətdə fırlatmağa çalışır. Onda qüvvələri biz bərabərləşdirsək, daha doğrusu sadə əqrəb istiqamətdə təsir edən momentləri sadə əqrəbin əksi olanlara bərabərləşdirsək. Yazırıq F1, yəni 20 vurulsun 1, 2. Baxın, F1 ilə F4 sadə əqrəb istiqamətdə fırladır. Üstə gələk.
F4 vurulsun 2, yəni 2F4 bərabərdir. 10 vurulsun 1, baxın, F3 qüvvəsi 10-dur, dayaqdan 1 metr məsafədədir. 10 üstə gələk F2, yəni 30 vurulsun 3. İndi gəlin sadələşdirək. 40 üstə gələk 2F4 bərabərdir. Bura eləyir 90, üstdən də 10 gələndə edir 100. 2F4 bərabərdir. 40-a keçirdək 100-ün yanına 60. Buradan da F4'ü tapıram, nə qədər eləyir? Deməli 30. Mən F4 qüvvəni bölüyün, tapdım. Eşit bölməli ağırlığı önəmsiz çubuq şəkillər kimi tarazlıqdadır. İpdəki gərilmə qüvvəsi. Baxaq, bax bu gərilmə qüvvəsi buradadır. Aşağıya doğru 60 var, 10 var, bir də 10 var. 60 sadə əqrəb istiqamətdə. Daha doğrusu sadə əqrəbin əksi. Bu 2 dənə 10 sadə əqrəbi. Əqrəb istiqamətində, T-də sadə əqrəbi istiqamətində döndərməyə çalışır. İndi gəlin yazaq. Sadə əqrəb əksi olan bir dənə 60'dır. 60 dayaqdan 2 metr məsafədədir, bərabərdir. Digərləri sadə əqrəb istiqamətdədir. T vurulsun 1, 2, 3. Üstə gələk 10 vurulsun 2, 20. Digər 10, 1, 2, 3, 4 tamam məsafədədir, 40. Sadələşdirək. 120 bərabərdir 3T üstə gələk 60. 3T bərabər olur 60'ı keçirdik. Bərabərin digər tərəfinə 60. T-də nə qədər eləyir? 20 Newton edir. Gərilməni tapdıq. Deməli, eşit bölməli homogen çubuq şəkillər kimi tarazlıqdadır. Buna görə gərilmə qüvvəsi bizdən soruşur. Baxın, bu 5P-dir. Nə etməyə çalışır? Çubuğu sadə əqrəbə əksi istiqamətdə. P sadə əqrəbin əksi istiqamətdə. 2P sadə əqrəb istiqamətində. T-də sadə əqrəb istiqamətdə döndərməyə çalışır. Gəlin bərabərləşdirək. 5P vurulsun 3, üstə gələk P vurulsun 1, elə P yazıram. T vurulsun 3, üstə gələk 2P vurulsun 1, 2, 3. Yazaq 15P, üstə gələk P ilə 16P yazaq. 16P bərabərdir 3T, üstə gələk 6P. T 2 dama məsafədədir. T vur 2 olmalıdır, mən 3 yazmışdım səhvən. 2T üstə gələk 6P. Bu 6P'ni keçirdək 16'nın yanına. Olacaq 10P bərabərdir 2T'yə. Buradan da T gərilməni tapırıq. Nə qədər eləyir? 5P. Edir. Ağırlığı önəmsiz. Bərabər bölməli çubuq şəkillər kimi tarazlıqdadır. X, Y cisimlərinin ağırlıqları nisbətin. Baxın. Dayağı getdim qoydum bura. Bu ipə düşən gərilməni tapacağım. Bura bir PZ, bura bir PY yazıram. Ağırlıqlarını yazıram. PZ vurulsun 2. Yəni 2 PZ nəyə bərabərdir? PY-ə. Yəni mənim PY-imin ağırlığı elə 2 PZ-dir. Onda bax, bu ipə düşən gərilmə nə qədər olacaq? PZ və 2 PZ-in cəmi, yəni 3 PZ olacaq. İndi baxaq bura. Deməli, burada dayağı qoyuruq. Burada bir PX-imiz var. Burada isə 3 PZ-imiz var. İndi yazaq. PX vurulsun 1. Yəni PX bərabər olur. 3 PZ vurulsun 3-ə. Onda PX 9 PZ-də bərabərdir. PX-i PZ-də böləndə də 9 edir. Yəni B variantı. Deməli, homogen 3P ağırlıqlı çubuq şəkillər kimi tarazlıqdadır. İplədəki gərilmə qüvvəsini tapırıq. Sonra da nisbətin bizdən soruşur. Gəlin baxaq. Bunun üçün də ən yaxşı üsullardan biri nədir? Hər dəfə dayağı gətirib, baxın, bir ipin altına qoyuruq. Bir dəfə T1'in altına qoyuruq. Avtomatik burada moment olur 0. T2'nin rahatlığını tapırıq. Momentlər qaydası ilə. Yox. Bu tapdıqdan sonra ikinci dəfə eyni prosesi təkrar edib T2'nin altına qoyuruq. Gəlin birinci T1'in altına qoyaq, T2'ni tapaq. Bir də mənə deyir ki, homogen çubuq 3P ağırlıqdadır. 1, 2, 3, 4, 5, 6. Onda tam mərkəzdən aşağıda bir dənə 3P ağırlıq var. Gəlin yazaq. 2P nə etməyə çalışır? Dayaq ətrafında. Sonra 3P sadə əqrəbi, 5P sadə əqrəbi. T2 isə belə. Yəni sadə əqrəbinin əksi istiqamətdə fırlatmağa çalışır. Yazaq. 2P vurulsun 2, üstə gələk. T2 vurulsun 3, bərabərdir. 3P vurulsun 1, 3, üstə gələk. 5P vurulsun 2 də eləyir 10P.
olur 4P üstə gələk 3T2 bərabərdir 13P'yə. Buradan 3T2 bərabərdir 4P'ni keçirdək bura 9P'yə. T2'ni də tapırıq nə qədər edir? 3P edir. Mən T2'mi tapdım. Gəlin tapaq T1'i. Bu dəfə də nə edirik? Dayağı gətiririk, qoyuruq T2'nin altına. Buradan T1'i tapırıq. Ağırlığı göstəririk 3P. Aha, T1 nə etməyə çalışır? Sadə əqrəb istiqamətdə fırladır. 2P sadə əqrəbin əksi. 3P ilə 5P də sadə əqrəbinin əksi istiqamətdə fırlatmağa çalışır. Düzdürmü? Onda yazaq. T1 vurulsun 3. 3T1 bərabərdir. 2P vurulsun 1, 2, 3, 4, 5 yəni 10P. Üstə gələk 3P vurulsun 2. 6P üstə gələk 5P vurulsun 1, 5. 3T1 bərabərdir 21P'yə. Buradan da T1'i tapıram nə qədər edir? 7P. Məndə də T1 bölü T2'ni soruşur. 3'də 7. Cavab olur B variantı. O nöqtəsi ətrafında dönə bilən ağırlığı önəmsiz. Ağırlığı önəmsiz, yəni ağırlığı nəzərə alınmayan eşit bölməli çubuq şəkildə kim tarazlıqdadır? Məndən T gərilmə qüvvəsini soruşur. Maraqlı məsələdir, gəlin baxaq. Baxın, burada T gərilmə var. Eyni ipdə eyni gərilmə olduğundan, baxın, burada da bir T gərilməsi olacaq. Düzdürmü? Mənim səliqəli çək. Bax, burada da bir T gərilməsi var. Bu T gərilməni də gəlin proyeksiyalara ayıraq. Bu bucağa bitişik, yəni kosinus bax. Bu T kosinus 30 dərəcə düz O'dan keçdiyinə görə bizə moment vermir. Onu nəzərə almayacağıq. Biz ancaq T sinusdan işləyəcəyik. T sinus 30'da da 2'də 1 alır. Onda bura olacaq T bölünsün 2. Səliqəli yazaq. Olacaq T bölünsün 2. Aha, indi gəlin yazaq. 4P'dir. 5P'dir. Nə etməyə çalışır? Gəlin baxaq. 4P sadə əqrəb istiqamətdə, 5P sadə əqrəb istiqamətdə, T bölü 2 bu istiqamətdə, yəni yox. Deməli, T sadə əqrəbin əksi, T bölü 2 də sadə əqrəbin əksi. Onda yazaq. T bölü 2 vurulsun 2, üstə gələk T vurulsun 5 bərabərdir 4P vurulsun 1, yəni 4P, 5P vurulsun 1, 2, 3, 4. Yəni 20P. İkilər ixtisar gedir. Qalır T üstə gələk 5D, olur 6D. Bərabərdir 24P'yə. Buradan da T'ni tapırıq. Nə qədər edir? 4P edir. Cavab C variantı olacaq. Kail çubuğu şəkil 1-dəki kimi tarazlıqda ikən iptək gəlmə qüvvəsi 30 Newtondur. Buna görə kail çubuğu şəkil 2-dəki kimi tarazlığa gəlsəm iptək gəlmə qüvvəsi. Baxın, burada bir cins çubuq deyil. Çubuq bir cins çubuq deyil. Bir cins çubuq olsa, məsələn 1, 2, 3, 4, 5, 6. Bax, buradan bir ağırlıq təsir eləyərdi. Cismi fırlatıcı təsir verərdi və çubuq hərəkət eləyərdi. Amma bu çubuq təsir, yəni belə tarazlıqda da qalıbsa, deməli bu qeyri bir cins çubuqdur və ağırlıq da tam buradan aşağı təsir eləyibdi. Gərilmə ilə tarazlaşırdı ki, çubuq tərpənməz qalıb. İndi baxaq ikinciyə. Biz dedik ki, ağırlıq deməli eldən 2 dama soldadır. Buradan bir F ağırlığımı yazıram və nə qədərdir? 30'dur. Elə gərilməyə bərabərdir. 30 Newtondur. Bundan sonra tarazlıq şərtini yazacağım. Aşağıya doğru bir 6 Newtonum var. Burada T gərilmə qüvvəm var. İndi bax 6 Newton etməyə çalışır dayaq ətrafında sadə əqrəbin əksi istiqamətdə. 30 Newton sadə əqrəb istiqamətində. T isə sadə əqrəbinin əksi istiqamətində nə edir? Fırlatmağa çalışır. Onda baxaq tarazlıq şərtimizi yazaq. 6 vurulsun 2. Üstə gələk. T vurulsun 3. Bərabərdir 30 vurulsun 2, yəni 60. Buradan 3 TN'yə bərabərdir 60 çıxılsın 13, yəni 48. T buradan neçə verir bizə? 16'nı verir. Cavab olur A variantı. Eşit bölməli ağırlığı önəmsənməyən çubuq şəkildəki kimi tarazlıqdadır. Deməli, dəstəklərin tepki qüvvələri, yəni reaksiya qüvvələrinin böyüklükləri oranı. Yəni biz N1, N2'ni tapıb bunun nisbətinə baxacağıq. Baxaq, bunun üçün də, baxın, birinci gəlin reaksiya qüvvələri yazaq. Dayaqda reaksiya qüvvəsi olur, ipdə
gəlmə qüvvəsi olur da. Deməli, mən dayaq nöqtəsi olaraq bir dəfə, bax, bunu seçəcəm. Düzdürmü? Avtomatik N1 sıfıra gedəcək. Onda N1-i nəzərə almayacağım. Düzdürmü? Rahatlıqla tənlikdən N1-i tapacağım. Sonra isə eyni şeyi digər üçün təkrarlayacağım. Gəlin baxaq. Aşağıya doğru bir dənə 4P ağırlığımız var. Bax, bu P ağırlıqlı cisim sadə əqrəbin əksi istiqamətdə fırlatmağa çalışır. 4P sadə əqrəb istiqamətdə, N1 isə sadə əqrəbin əksi istiqamətdə, 2P isə sadə əqrəb istiqamətdə. İndi gəl baxaq. Sadə əqrəbi istiqamətdə olan hansıdır? 4P ilə 2P-dir, düzdürmü? Yazırıq 4P vurulsun 1, üstə gələk 2P, 1, 2, 3, 4, 5. 2P vurulsun 5'ə. Bərabər olur. N1 vurulsun 1, 2, 3. 3 tamam məsafədədir. Üstə gələk P vurulsun 1. Gəlin tapaq 4P, üstə gələk 10P. Bərabərdir 3N1, üstə gələk P. Bu P'nin keçidə bərabərin digər tərəfinə olacaq 13P. Bərabərdir 3N1'ə. N1'ə tapırıq nə qədər eləyir? 13P bölünsün 3 mənim N1'imdir. İndi gələk dayaq nöqtəsi olaraq. Bax, buranı seçək. Onda N2 avtomatik sıfıra gedəcək. N1'i buradan tapacağım. Aşağıya doğru bir 4P var. 4P dayaq ətrafında neyinir? Sadə əqrəbin əks istiqamətdə fırlatmağa çalışır. P də sadə əqrəbin əks istiqamətdə. 2P sadə əqrəb istiqamətdə. N1 isə sadə əqrəb istiqamətdə. Gəlin yazaq. Sadə əqrəb istiqaməti olanlar N1 ilə 2P'dir. Yazırıq. N1 vurulsun 1, 2, 3. Yəni yazaq 3N1. Üstə gələk 2P vurulsun 2. Bərabərdir. P vurulsun 1, 2, 3, 4. Yəni 4P üstə gələk 4P vurulsun 2. Həll eləyək. 3N1 üstə gələk 4P. Bərabərdir 4P üstə gələk 8P, yəni 12P. 3N1 8P'yə bərabərdir. N1 daha doğrusu mən burada N1 yazmışam səhvən. Bura N2'dir. Buradan N1'i tapırıq. 8P bölünsün 3 edir. İndi gəl bunların nisbətinə baxaq. N1 bölünsün N2. Yəni 8P bölünsün 3. Bu da bölünsün 13P bölünsün 3. 3'lər ixtisar gedir. P'lər ixtisar gedir. Nə qalır? 13'də 8 cavab olur. Y variantı. Ağırlığı önəmsənməyən çubuq şəkildəki kimi tarazlıqdadır. Buna görə iplərdəki gəlmə qüvvələrimizdən soruşur. Bax, bunu etmək üçün nə edə bilərik? Dayağı elə yer qoymalıyıq ki, bütün qüvvələrin ikisi sıfıra getsin. Biz rahatlıqla birini tapaq. Birini tapdıqdan sonra məsələ rahatlaşacaq. Gətirək qoyaq bura. Dayağı bura qoyanda T1'in də uzantısı buradan keçir T3'də. Ona görə iki qüvvə də sıfıra gedir. Biz T2 rahat tapırıq. Yazırıq T2 vurulsun 4 bərabərdir 6P vurulsun 2. Yəni 12P. Onda T2'ni tapıram nə qədər eləyir? 3P eləyir. Bax, mən bu T2'ni tapdım ki 3P'dir. İndi baxaq. Dayağı buradan götürək. İndi başlayaq bu T3'ü proyeksiya ayıraq. Bura 37 olduğundan burada olacaq 37. Onda bura olacaq T3 kosinus 37 dərəcə. Yəni 0,8 T3. Yuxarıda olacaq 0,6 T3. Baxaq. T1 bu istiqamətdə. Bu istiqamətdə 0,8 T3'dür. Onda T1 0,8 T3'ə bərabərdir. Bir də yuxarıya təsir edən qüvvələr aşağıya təsir edənlərə bərabər olmalıdır da. Onda 3P və 0,6 T3 yuxarıdır. Onda 3P və 0,6 T3'ün cəmi mənə nəyə verməlidir? 6P-ni. 0,6 T3 bərabərdir 3P-yə. T3 də nəyə bərabərdir? 5P-yə. Gətirək aşağıda yerinə qoyaq. 0,8 vurulsun 5P, alıram 4P. 3 qüvvəmi də tapdım. T1'im 4'dür, T2'im 3'dür. Daha doğrusu T2'im 3'dür, T3'im də 5'dir. Yəni C variantı olacaq. Düzgün cavab.